Sinənizi qabağa verib xoruz kimi gəzməyin. Kimə və nəyi sübut etməyə çalışırsınız axı? Nə olub axı? Nədir sizin dərdiniz? Qiyamət günü. Qiyamət günü. Bilirəm bu söz sizə indi nağıl kimi gəlir. Qiyamət gününün digər adı da peşmançılıq günü deməkdir. O gün hər kəs peşman olacaq. Gəlin düz danışaq. Biz bu dəqiqə elə yaşayırıq ki, sanki nağıllar aləmindəyik. Çoxlarında elə bir düşüncə var ki, mən indi istədiyimi edəcəm, şellənəcəm, keyf eləyəcəm. Sonra da ömrümün axırına yaxın gözəl bir tövbə edəcəm. Həccə gedəcəm, kasıb-küçuba 1-2 manat pul verəcəm. Всё. Cənnətdə dupleks bir evim hazırdır. Əstəğfirullah. Qardaş, bunu sənə kim dedi axı? Bu nəyin kayfıda yaşayırsınız? Hardan çıxarırsınız bunu? Axır vaxtlar dəb olub. Bir kəs ölən kimi dərhal soruşurlar. Əxi, ölmədən öncə şəhadət gətirdimi? Şəhadət barmağını tərpətdimi? Bununla siz nə deməyə çalışırsınız? Bir adam bu dünyada zalim kimi yaşayıbsa, konçunlu həyat sürübsə, ölüm döşəyində barmağını tərpətməsi onu xilas etməyə kifayət edərmi? Kimi aldadırsınız axı? Biri gedib ad günü keçirməyə. Qızlar, mızlar, içki, sərxoş olub, suda boğulub ölüb. Və indi də mənə deyirlər, əxi, əlhamdülillah biz eşitmişik ki, suda boğulub ölən şəhiddir. Siz vəbşi hansı planetdənsiniz axı? Vallahi biz eşitmişik ki, o cümə günü ölüb. Qardaşlardan biri motosikletlə 150-200 gələn yerdə ağaca çırpılıb tikə-tikə olub. Şəhadət gətirməyi qoy bir qırağa, tikəsini ağacdan güclə qopardıq. Siz də deyirsiniz ki, mən öləndə isti yatağımda, qohum əqraba başımın üstündə, əlimi sıxacaq və mən də rahat-rahat şəhadət gətirəcəm və elə öləcəm. Oyanın, nə qədər ki gec deyil, oyanın, tövbə eləyin. Əziz bacı və qardaşlarım, kanala dəstək olmaq üçün və kanalda mövcud olan bunun kimi bir çox faydalı bilgilərin daha çox insana çatması üçün kanala abunə olmağı və videoları bəyənib paylaşmağı unutmayın. Mission Dava Az kanalına irad və təkliflərinizi şərh bölməsində bildirə bilərsiniz. Cəzakallahu xeyran, barakallahu fikum.